Növbəti suala baxaq. Klasterə yazılacaq sözü seçin. Vurğusuz son hecadadır. Tərkibində qarşılıq səsi yoxdur. Tələffüzünü fərqli formalarda düşünmək olmaz. Gəlin hər birini baxın. Bu üç xüsusiyyətin də aid olduğu sözü buradan yazmalıyıq. Üçüncü xüsusiyyətə baxın, üçüncü xanaya deyir ki, tələffüzünü fərqli formalarda düşünmək olmaz. Saraya sözünü bir ad kimi, bir də ki, saray bu mənada düşünmək olar. Qandır sözünü də iki mənada düşünmək olar. Bir var ki, kimisə qandırmaq, yəni aldatmaq. Bir də var ki, deyirəm ki, qandır, əlindəki qandır. Ona görə də olmaz dediyinə görə B ilə Y variantlarını avtomatik olaraq çıxacağıq. Vurğusuz son hecadadır deyir. Kartof, inikas, şlanklar. Kartof sözündə də vurğu son hecadadır. İnikas sözündə də vurğu son hecadadır. Şlanklar sözündə də vurğu son hecadadır. Tərkibində qarşılıq səsi yoxdur deyir. Şlanklar qarşılıq səsi var. Kartofda da eyni şəkildə doğru cavabımız B variantıdır. Yoldaşlar, inikas deyilmir. İnikas deyilir. Bu K hərfidir. Buradakı K K hərfidir. Kələm, kömür, köz, kömbə. Baxın, bu sözlərdə olan K-dır. Növbəti suala baxaq. Neçə sözün vurğusunu fərqli hecalarda düşünmək olar? Bir var ki, deyirəm, həyatda olan ağaclardan biri tutdur. Nədir? Tutdur. Vurğu birdədir. Bir də var ki, deyirəm ki, get oğrunu tutdur. Vurğu ikidədir. Bir məqamda birinci hecada, digər məqamda isə ikinci hecada düşündüm. Daha sonra gərəksiz sözü. Bir var ki, gərəksiz adam. Bir də var ki, deyirəm, siz bu işdə mənə gərəksiz. Bunu da götürə bilərəm. Növbəti də bir var ki, deyirəm, ada. Qalın yemək nədir? Qalın köynək, vurğu axırda. Bir də var ki, deyirəm, bu gecə bizdə qalın. Deməli, A-nın da, B-nin də, C-nin də vurğularını müxtəlif hecalarda düşünə bilərəm. D-ni götürə bilmirəm, çünki madam mədən vurğu qəbul eləmir. Qızılgüldə də vurğu sonu düşür. Üçündə vurğunun fərqli hecalarda düşünmək olar. Növbəti suala baxaq. Müəllim şagirdlərə tapşırır ki, tərkibində K-yı əvəzlənməsinin olduğunu əminliklə deyə biləcəyimiz sözlər yazsınlar. Hansı sözləri yazan şagird tapşırığı düzgün yerinə yetirmiş olar? Baxaq. D variantını çıxacaq. Çünki D variantında bir var, deyirik ki, taxtaları yerə döşüyə. Deməli, döşəmək feili kimi götürülə bilər. Bir də var ki, döşək ismi kimi düşünülə bilər. Ona görə D çıxdı. Daha sonra A variant deyirəm. Deyirəm ki, bu sözü mənə deməyə, mamə inkar. Bir də var ki, deməli, buradakı məy ifadəsini bir makmək məstər kimi düşünə bilərəm. Demək. Yəni, deməyə çox söz var. Bir bu mənada. Bir də var ki, deyirəm, kaş ki, mənim etdiyim səhvi Əli mənə deməyə. Bu mənada düşünə bilərəm. Bu da gedir. Yəni, K-yi işləndiyini əminliklə deyə bilmərik. C-də də eyni şəkildə. Yəni, A-da olduğu kimi. Deyirəm ki, yeməyə bax, mən birazdan gələcəm. Burada K-yi əvəzlənməsi var. Amma deyirəm ki, evə gələn qonaq kaş ki, evdə yemək yemə. Burada da maməni inkar kimi düşünürük. C də çıxdı. Y variantıdır. Xərək sözü. Bir də B variantı, bölük sözü. Yəni, başqa mənada işlənə bilmir. B və Y. Y variantı. Növbəti suala baxaq. Şərtə görə əgər sözün tələffüzündə cingiltili samitlər kar samitlərdən çoxdursa, deməli, cingiltili samitlər çoxdur kar samitlərdən.
Həmin sözün qarşısındakı xanada verilən sözdə çar samitlərdən cingiltili samitlərdən çox, yəni əksi olmalıdır. Yazıram burada əksi. Əgər azdırsa, qarşısındakı xanada çar samitlər cingiltili samitlərdən az olmalıdır. Aha. Gəlin baxaq. Deməli, cingiltili samit çarlardan birinci tərəfdə cingiltili samitlər çarlardan çoxdursa, digərində çarlar cingiltidən çox olmalıdır qısacası. Baxaq. İki bəndli sözün gəlin təhlil edək. Şərtin pozulduğu variantı deyir. İki bəndli sözü. İki bənddir. İki bənddir. İxtilaf sözünə deyirik ixtilaf. İxtilaf. Deməli, nə qədər cingiltili var görək. C çardır, B cingiltilidir, N cingiltilidir, T çardır, D cingiltilidir. 3 dənə cingiltili var. Bura baxaq. D demək X çardır, F çardır. Deməli, biz şərtdə nə demişdik? Burada yazdıq biz. Dedik ki, əgər birinci tərəfdə çar çoxdursa, cingiltili çarlardan çoxdursa, ikinci tərəfdə əksi olmalıdır. Kar cingiltilidən çox olmalıdır. Amma ikincidə də cingiltililər çardan çoxdur. Daha doğrusu bərabərdir, çox deyil. Ona görə bir də şərt pozulub. 4-ə baxaq. Əli uşaqlıdır. Baxaq. Tələffüzü olacaq Əli uşaqlıdır. Xəbərli şəkilçisi olduğuna görə dır öz rısını itirəcək. Etiqadla sözündə də olacaq. E uzanacaq. Etiqad t olacaq. Nan. Birinci tərəfə baxaq. L cingiltilidir. Ş çardır. X çardır. L cingiltilidir. D cingiltilidir. 3 kar 2 cingiltilidir. İkinci tərəfdə deməli karlar çox olmalıdır indi. Baxaq. Etiqadla t çardır. Q cingiltilidir. T çardır. N'lar cingiltilidir. Burada götürəcəyik. 1, 4, 5-ə baxaq. Ekspressivlik və ehtiyatla. Bu da eyni şəkildə bir tərəfdə karlar çoxdur, digər tərəfdə isə cingiltilərlə karlar bərabərdir. Yəni uyğun olmayan fikirdir, şərt pozulub. Doğru cavabımız D variantı. 58-ə baxaq. Yazarlar feilinin, baxın, görün nə deyir? Deyir, feilinin. Yazarlar. Feilinin vurğusunu neçə hecada düşünmək olar? Bir hecada düşünmək olar. Çünki feil deyirsə, larlər vurğu qəbul edə bilməz. Çünki larlərdə olan, əgər larlər feilə aid şəkilçi kimi təqdim olunursa, vurğu qəbul etməyəcək və vurğu ondan bir addım əvvələ düşəcək. Və vurğusunu da dəyişə bilmərəm. Yazarlar. Vurğu ancaq ikinci hecada düşünülə bilər. Yəni, bir hecada düşünülə bilər. Y variantı. 59-cu suala baxaq. Amma əgər biz 58-də yazarlar, isim, burada feilin deyilsə, ismini nəzərdə tutsaydı, yazarlar, onda artıq vurğu qəbul edəcəkdi larlər və vurğu 3-cü hecada olacaqdı. Yəni, yenə də bir hecada düşünmək olacaqdı. Yəni, hər halükarda eyni qayda çıxır. Sillogizm verilən qaydalardan doğru nəticəni çıxartmaqdır. Birinci hökm. Sonu q samiti ilə bitən qalın variantlı, yəni qalın saitli sözlərdə q, x kimi tələffüz olunur. Yanaq sözü qalın variantlıdır və q samiti ilə bitir. Deməli, yanaq sözü x ilə olacaq. Yanaq sözündə q, x kimi tələffüz olunur. Y variantı. 60-cı suala baxaq. Variantların birində sözün tələffüzü yanlış. Baxın, tələffüz yanlışdır. Hecalara bölünməsi düzgündür. Tələffüz yanlış, hecalara bölünmə düzgündür. Yəni, bizə bu hissə lazımdır. Tələffüz yanlış, hecalara bölünməsi düzgün olsun. Orfoqram sözündə arfoqram, tələffüz düzdür. Hecalara bölünmədir. Orfoqram düzdür. Qram, qraf, dram ayrılmamalıdır. Hecalarda bütöv olmalıdır. Burada üçü də düzdür.
A ola bilməz. B variantı. Topoqraf olacaq. Topoqraf deyilişin yazıcı fərqlənməyəcək. Düzdür. Qraf ayrı hecada olmalıdır. Qraf burada olmalıdır. Burada sizə deyir ki, tələffüzü yanlış göstərsin. Burada tələffüz düz göstərilib. Hecalara bölünmə yanlış göstərilib. Tam əksi olmalıdır. B də çıxdı. Yəni şərtimizə uyğun deyil. C variantı. Dialekt sözü. Y gələcək. Doğrudur. Dialekt. Tələffüz düzdür. Dialekt. Burada da dialekt. Lekt olmalıdır. Hecalanma səhvdir. Çıxdı. Söhbət sözündə uzanma yoxdur. Uzanmanı verməyib düzdür. Tələffüz deyir yanlış olsun. Çıxdı bu variant. Ecazkarlıq sözündə ecazkarlıq uzanmalıdır. Uzanma qoyulmayıb yanlış tələffüzdür. Hecalanması ecazkarlıq. Hecalanması isə düzdür. Daha doğrusu hecalanması düz. Tələffüzü isə yanlış verilib. Tələffüzündəki yanlışlıq isə uzanma işarəsinin qoyulmamağındadır. Doğru cavab Y variantı. 61-ci və sonuncu sualımız. Hansı sözdən bir samit çıxarmaqla həmin sözün tələffüz formasını yaratmaq olar? Qoşa mıymılar fərqlənmir. Bu çıxdı. Deməli, elə cavabımız 61-də Y variantı olacaq. Çünki qoşa yığılar tələffüz zamanı əsasən düşür. Səviyyə sözünün tələffüzü olacaq. Səviyyə. Yəni, bir samiti çıxartmaqla sözün tələffüz formasını yaratmış olacaq.